Bu halda WhatsApp yazışmaları izlənilə bilər. Bax, belə bir məsələ var. Ali məhkəmədən açıqlamadır. Ali məhkəmə şəxsiyyət hüquqlarının müdafiəsi haqqında plenum qərarında şəxsi yazışmaların toxunulmazlığı ilə bağlı məsələlərə dair yeni xüsusi mövqelər sərgiləyib. Plenum qərarında bu hüququn hər kəsin yazışma, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatlarının sirrini qorumağa təminat verdiyi qeyd olunub. Amma bir hal var ki, orada mümkün olur, şəxsin razılığı olmadan onun şəxsi yazışmalarının qanuna zidd əldə olunması, istifadəsi və ya yayılması şəxsi toxunulmazlıq hüququnun pozuntusu hesab edilir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötürü məhdudlaşdırıla bilər. O da qeyd edilməlidir ki, hüquqi mübahisələrin həlli ilə bağlı həmin mübahisənin tərəfləri yalnız öz aralarında olan yazışmaları məhkəməyə və ya mübahisəni həll edən digər səlahiyyətli quruma sübut qismində təqdim edə bilərlər. Həmin tərəflər digər şəxslərlə olan yazışmaları öz hüquqi mübahisələrinin həllində sübut kimi təqdim edə bilməzlər. Xüsusi olaraq qeyd edilməlidir ki, istənilən yazışmanın media və ya internet şəbəkələrində qarşı tərəfin razılığı olmadan paylaşılması və ya hər hansı digər formada yayılması qadağandır. Bu hal şəxsiyyət hüquqlarına qanunsuz müdaxilə olmaqla mənəvi zərərin yaranma əsası hesab edilir. Plenum qərarında həm də göstərilib ki, şəxsin WhatsApp yazışmalarının onun xəbəri olmadan müxtəlif vasitələrdən istifadə edilməklə izlənilməsi qadağandır. Yalnız valideyn, yetkinlik yaşına çatmayan və tam fəaliyyət qabiliyyətli olmayan uşağının telefonuna onun razılığı olmadan baxa bilər. Bax, belə bir məsələ var. Yəni ki, yalnız öz övladınızın, belə deyək, telefonuna baxa bilərsiniz.